1918-ci ildə ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım Naxçıvandan da yan keçməyib. Culfa rayonunun ən iri yaşayış məntəqələrindən biri olan Yaycı kəndində də amansız qətillər törədilib. Tarixi məlumatlara görə bu kəndin 2500-ədək sakini qətlə yetirilib. Andranik Culfa istiqamətindən bir neçə səmtdən Yaycıya demək qoşunu ilə hücum çəkir və çox böyük dəhşətli bir qırğın baş verir. Yəni qarşılarına çıxan insanları öldürür, evlərə soxulub evlərdəki insanları hamısını məhv eləyirlər, evlərə od vururlar. Ondan sonra cəmaət bu hadisələri eşidən Əliyalın cəmaət da canlarını qurtarmaq üçün hamısı Araz sahəsinə tərəf axışır ki, Araz sahəni keçsinlər, İrana getsinlər. Və beləliklə qonşu kəndlərdən də hətta gəlib buradan Araz sahəsinə, yəni İrana adlamaq istəyirlər. Mən o yaşlı adamlarla söhbət edirdim. Onlar danışırdılar ki, yəni insanlara qətiyyən rəhm eləmirdilər. Qadınları hətta belə qarınlarında, üzr istəyirəm, uşağı olanları öldürürdülər, qarınlarına nizə keçirdilər, uşağın özünü niziyə tuturdular. Onların deyir, bir başçıları vardı, qışqırırdı ki, çox güllə işlətməyin deyir. Onlara güllə də heyifdir. Siz onları ancaq qamçı ilə vurun, öldürün. Hətta 7 il bu kənddə demək, yas tutuldu. Toy olmadı. Bu evin sahibi qolu kəsilmişdi. Ermənilər onu vurmuşlar, qolu düşmüşdü. Yasəmən xala. Mənim əmim Xəlil əmim, Müslüm əmim erməni cəllatları tərəfindən məhv edildi. Onun kimin yüzlərlə kəndi cəmaatını evə girirdilər, rəhm eləmədən uşağı, böyüyü, hamısını qırırdılar. Hətta gör nə qədər amansız idilər ki, samavarı adamların arxasında çalır, o samovara od vurub tədricə insanlar qaynayırdı onu. Onları öldürürlər. Onların bədənində sümüklər, iskeletləri yaxınlara qədər dərələrdə, dalda yerlərdə qalmışdı. Onları tapırdıq və onları dəfn eləyirdik. Çoxlu belə hadisələr olubdu. Ermənilər o vaxt Xocalını necə elədilər ha? Xocalını. Bizi hayli elədilər. Anamın əmoğluların, anamın qardaşların hamısını qırıb arada töydü. O vaxtdan cəmaət getdi, özü çoxu bədəninə daş bağlıydı, özünü atırdı araza. Ki, ermənilərin əlinə geçməyək. Naxçıvanda baş vermiş soyqırımlardan ən dəhşətlisi Culfanın Yaycı kəndində və Siraf kəndində baş verən soyqırımlar oldu. Ümumiyyətlə, baxın, 1918-ci ilin əvvələn fevralından Cənubi Azərbaycanda Ürmiyədə soyqırımlar başladı. Və o vaxt Andranik orada deməli, yerli ermənilər deməli, bu soyqırımları xarici qüvvələrin Rusiya səfirliyinin və İngilis səfirliyinin deməli, köməyi ilə orada Ürmiyədə soyqırımlar təşkil edər və Andranik öz qüvvələri ilə deməli, türklərə məğlub olandan sonra türk qoşunlarına və Arazı adladı. İyun ayında deməli, onlar ilk olaraq Siraf və Yaycı kəndlərinə girdilər. Ən çox əhalisi olan, Culfanın ən çox əhalisi olan kəndləridir və Yaycı kəndində o zaman 4000-dən artıq əhali yaşayırdı və onun yarısından çoxsunu qırmışdılar.